Excel proqramında böyük cədvəllərdə işləyərkən işinizi rahatlaşdıracaq bir yol göstərmək istəyirəm. Burada şərti cədvəl qurmuşuq. Məhsulların adı, yeri, məhsul 1, məhsul 2 və digər başqa. Və burada günlər sayılıb və bu günlərə uyğun rəqəmlər yerləşdirilib. Bu rəqəmin hansı məhsula, hansı günə aid olduğunu təyin etmək üçün biz bu yoldan rahatlaşdırıcı bir yoldan istifadə edəcəyik. İlk növbədə cədvəl seçilir. Home laptopundan komponentə formatting əmrinə giririk. New Rule əmrini seçirik. Ekrana gələn pəncərənin sonuncu əmrini seçirik və bu sətirdə aşağıda qeyd etdiyim kodu yığırıq. Bundan sonra formata giririk. Həmin kanalların fonunu seçirik. Zəif bir fon seçirik buradan. 2 əmrini veririk. Buradan da OK. Yenidən həmin kontentin formatting əmrinə giririk. New Rule əmrini seçirik. Sonuncu əmri seçib növbəti kodu yazırıq. Formata giririk. Şiftin fonunu seçirik. OK əmrini verəndən sonra OK. Bundan sonra səhifənin üzərində mouse'un sağ düyməsinə vurub açılan kontekst menüdə View kod əmrini seçirik. Worksheet səhifəsində target kalkulyator bu əmri yazırıq. Bundan sonra səhifə bağlanır və nəticə artıq görünür. Yəni, belə cədvəllərdə rahat işləmək olur. Ən əsası odur ki, kodlar düzgün yazılsın.